Salam hər kəsə. Bu videoda koordinatlar metodu bölməsindən olan çevrənin tənliyi mövzusunu izah edəcəm. Mövzu sadəcə bir düstur ətrafında dönür. Çox rahat mövzudur və çalışacağım ki, topludan bir sıra nümunələr göstərim asandan çətinə doğru. Ona görə də videonu izləyən sona qədər izləsin ki, imtahanda bir sualı qarantiləmiş olsun. Çevrənin tənliyi. Ümumiyyətlə, çevrə necə bir fiqurdur? Biz çevrəni azdan çoxdan tanıyırıq. Bilirik ki, çevrə içi boş olan bir çəmbərdir. Yəni, çərçivədir, içi boşdur. Qoybaq nümunə göstərə bilərik. Pandora taxırıq biləklərimizə nümunə göstərə bilərik. İçi boşdur, əsas odur. Misal üçün, sizin burada fincanınızı çəkirəm. Kofe içdiyiniz. Həmin bu fincanın alt otacağı dairədir. Çünki onun içi doludur. İçi boş olsa içində su saxlaya bilməz, maye saxlaya bilməz. Amma yuxarı hissəsi içi boşdur. Hansı ki, içi boş olmasaydı siz oradan nəsə içə bilməzdiniz. Qapalı bir silindir olardı. Nəysə, uzun sözün qısası, biz çevrədə əsas nəyi bilirdik həmişə? Mərkəzi nöqtəsi. Biz birinci hissə çevrə mövzusundan danışası olsaydıq, həmin mərkəzi nöqtəni adətən onunla işarə edirdik. İndi məsələ nədən ibarətdir? Bu çevrəni biz kağız üstündə çəkmirik. Artıq koordinat müstəvisində qeyd etmək olacaq. Koordinat müstəvisi deyəndə nə nəzərdə tuturam? Yəni, x, y müstəvisini nəzərdə tuturam. İndi gəlin danışaq nədən? Mən burada bir dənə sizin üçün koordinat müstəvisi çəkirəm. Deyəlim ki, random bir dənə çevrə çəkirəm və bu çevrənin mərkəzini təxmini qeyd eləyək ki, bura olsun bu mərkəzi. İndi nədir məsələ uşaqlar? Daha aşağıda qoyaq, daha maraqlı olsun. Aha. İndi bu mərkəzi əgər buradadırsa, siz mərkəzi nöqtənin həm apsisini, həm ordinatı görmək lazımdır. Burada bilirəm ki, apsis buradadır, ordinat da bu şəkildə. Apsisinə A, ordinatı isə B ilə işarə eləyirəm. Bilirik də, x, y oxunu hər halda bunlar olduğunu. Onda mən burada bir köşədən qeyd edirəm ki, demək, bu çevrəmizin mərkəzi AB nöqtəsində imiş. Yəni, birazdan düstura gəlib keçəndə orada AB nədir deyə soruşsaq, deyəcək ki, o çevrənin mərkəzi nöqtəsidir. Və mən ürəyim istəyir, çevrənin üzərində bu nöqtəni götürürəm. Deyirəm ki, bu nöqtə ixtiyari x1, y1 nöqtəsini ödəyir məsəl üçün. Kimsə əksini iddia eləyə bilməz. Ya da buradan bir dənə nöqtə götürürəm. Deyirəm ki, bu da tutaq ki, x2, y2-dir. Yəni, birini buradan götürürəm. Rəyim istədiyim yerdən götürərəm. x3, y3. İndi sözümün canı nədir uşaqlar? Demək istəyirəm ki, x-lər, y-lər çevrənin üstündə olan ixtiyari nöqtənin koordinatlarını göstərir. AB isə çevrənin mərkəzidir. Bunları qarışdırmaq lazım deyil. İndi gəldik ən vacib hissəyə. Nəhayət ki, burada düsturumuzu yazırıq. Düstur nəyin düsturudur? Burada qeyd eləyirəm qırmızı ilə. Mərkəzi AB nöqtəsində olan və ən vacib yeri radiusu R olan çevrənin tənliyi. Yəni, bu yazacağım düstur buna aiddir uşaqlar. Düstur nə şəklindədir? Düstur x çıx a-nın kvadratı üstəgəl y çıx b-nin kvadratı bərabər r kvadratıdır. Bu düsturu əzbər bilsəz, bu mövzuda çətinliyimiz olmayacaq. Bu mövzumuz ümumiyyətcə bizdə hansı mövzuların sintezi ilə olacaq? Funksiya, koordinatlar metodunda keçdiyimiz digər bilgilər, iki nöqtə arasında məsafə ola bilər, ya da düz xəttin tənliyi və s. ilə bağlı ola bilər. Amma sırf çevrənin tənliyində sadəcə bir düstur, bu düsturu siz istifadə edəcəksiniz. İndi, məsələ nədir uşaqlar? R nədir? Sən bilirsən ki, birinci hissədən R demək çevrənin mərkəzindən çevrəyə toxunan istənilən, çevrə üzərində olan istənilən nöqtəyə qədər ki, məsafədir. Məsələn, mən buna da R deyə bilərəm, bura birləşdirərəm, buna da R deyərəm. O artıq sən ürəyin istəyən kimi olur. İndi məsələ nədir uşaqlar? Birdən elə oldu ki, bu çevrə mərkəzi burada olmadı, mərkəzi burada oldu. Yəni, mərkəzi koordinat başlanğıcında oldu. Onda nə olacaq? Onda artıq mən qeyd eləməliyəm. Əgər, yəni bir xüsusi hal kimi qeyd edirəm bunu. Əgər çevrənin
mərkəzi koordinat başlanğıcında olarsa, çevrənin mərkəzi nə idi? AB. Demək istəyirik ki, əgər AB 0, 0 olarsa, yəni A da 0, B də 0 olarsa, onda bizim düsturumuz nə formaya düşəcək? Məlum məsələ, bu yuxarıda öyrəndiyimiz düsturda AB-nin yerinə 0 qoysaq nə alarıq? Alarıq ki, x çıx 0-ın kvadratı üstəgəl y çıx 0-ın kvadratı bərabər r kvadratı. Biraz daha savadlı yazası olsaq bunu silirəm. Ümid edirəm ki, orasında problem yoxdur. X kvadrat üstəgəl y kvadrat bərabər r kvadrat düsturunu almış olarıq. Yəni bu iki fərqli düstur demək deyil uşaqlar. Birincini öyrənirik, ikinci bundan çıxır. Ekstra bir şey yoxdur. Özümüzü yormuruq, gözümüzdə böyütmürük. Yəni ki, nə öyrənmiş olduq? Birinci dənə düstur öyrənmiş olduq. İkinci düstur isə bir xüsusi hal idi. İndi mən videonu dayandırıb buna aid bir sual yazıram. Belə bir misal nümunəsi yazdım. İndi baxaq bu nümunəyə. Bizdən nə tələb olunur? Deyir ki, A nöqtəsindən keçən və mərkəzi O nöqtəsində olan çevrənin tənliyini yaz. Yaxşı, gözəl. Demək, biz çevrənin tənliyini yazmaqdan ötürü təbii ki, məşhur x çıx A-nın kvadratı üstəgəl y çıx B-nin kvadratı bərabər r kvadrat düsturundan istifadə eləməliyik. Amma birinci baxaq görək bizim əlimizdə nə var, nə yox. Bizim əlimizdə nöqtə var. Yəni A nöqtəsi var. A nöqtəsindən keçən demək, ümumiyyətlə sənə nöqtə verib deyirsə ki, filan nöqtədən keçən. Demək, o x-in, y-in koordinatlarını sənə verib. Daha sonra mərkəzi veribsə, əgər mərkəzi O deyirsə, o artıq AB-nin koordinatları. Çünki biz bayaq danışdıq ki, mərkəz demək AB deməkdir. Bir dənə çatışmayan şeyimiz nədir uşaqlar? R. Yadda saxlayaq nəyi? Biz koordinatlar metodunda iki nöqtədən keçən düz xəttin tənliyində belə bir düstur yazmışdıq. Ümid edirəm ki, bu düstur unudulmayıb. Bu düsturu görən kimi nə xatırlayırdıq? Deyirdik ki, bu düsturda heç vaxt indeksi olmayan x-y-in yerinə heç nə qoymurduq, düzdürmü? Yəni, sən yekunda cavabı təqdim eləyəndə, funksiyanı təqdim eləyəndə nə şəkildə təqdim eləməliydin? Orada x və y-lər iştirak eləməli idi. İndi burada da eyni məntiq dərsində nə demək istəyirəm? Burada sən yekunda tənliyi yazanda, çevrənin tənliyini yazanda, orada x, y qalmalıdır. Sən A-ları, B-ləri, R-ləri doldurmalısan. X, Y qalmalıdır. Yaxşı, sual yaranır ki, bəs mən niyə orada X, Y verib, 4-ü 6-nı verib? Onu sən ona görə verib ki, get AB-ni də X, Y-i də yerinə qoy, R-i tap. Çünki hal-hazırda sənin əlində radius yoxdur. Radius bizim üçün çox vacibdir. Yəni ki, bizim əkməyimiz yağsız qalmamalıdır. Radius olmasa tənliyi də olmaz. Ən vacibi deyərdim ki, radiusdur. Sən sadəcə deyir ki, get radiusu tap, sonra təzədən düzəldərsən, təzədən bərpa eləyərsən. İndi başlayaq. X-in yerinə 4, A-nın yerinə 1 qoyuram. Kvadratı üstəgəl. Y-in yerinə 6, B-nin yerinə 2 qoyuram. Bərabər R kvadrat. İndi hesablayaq. 3-ün kvadratı üstəgəl 4-ün kvadratı bərabər R kvadratı. Buradan alırıq ki, R kvadrat 9 ilə 16-ın cəmidir, yəni 25-dir. Radiusumuzu aldıq 5. Nə gözəl, nə möhtəşəm. Bəzən belə tipli suallarda çevrənin tənliyini yazın deməsə, sadəcə desə ki, çevrənin radiusunu tap, cavab 5 olar. Amma burada artıq bizi biraz daha uğraşdırır. Son mərhələ olaraq nə edəcəyik? Bu formaya salmaqdan ötürü x çıx A-nın, yəni 1-in kvadratı, üstəgəl y çıx B-nin, yəni 2-nin kvadratı, bərabər 5-in kvadratı, yəni 25 yazmaq zorundasınız. Cavabı da bu şəkildə təqdim eləyəcəksiniz. Açıq suallarda, ətraflarda və s. düşə bilir, nəzərinizdə olsun. Yəni, tənliyi təqdim eləyəndə x, y orada qalmalıdır. Sadəcə AB-nin, R-in yerini doldurmaq lazımdır. Baxaq növbəti misal nümunəsinə. A nöqtəsindən bu çevrəsinə qədər məsafəni istəyir. Demək, uşaqlar, ümumiyyətlə biz iki nöqtə arasında məsafə düsturundan istifadə eləyəcəyimiz yəqin ki, aydın olub. Çünki bir dənə nöqtə verib, bir də başqa bir şey verib, çevrə verib, bir çevrəyə qədər məsafə. İlk dəfə keçirsinizsə, mən şəkili burada qurmaq zorundayım. Çünki mən burada qrafikinin şəklini, çevrəsini çəkməsəm, sizə vizual olaraq aydın olmayacaq. Ona görə çəkirəm burada.
ki, söhbət nə cür bir görüntüdən gedir. Ondan sonra riyazi hesablama hissəsinə keçərik. Demək, uşaqlar, mərkəzi, çevrəmiz yoxdur əlimizdə uşaqlar. Sadəcə bizə A nöqtəsini verib. Burada A 5-4 nöqtəsini qeyd edə bilərik özümüz üçün. Deyək ki, təxmini 5-4 olsun. Buralarda bir yerdə olsun, tutaq ki, yəni, dəqiq hər bir xanaya görə işləmirəm, təxmini işləyirəm. Və biz çevrəmizi də qurmalıyıq. Məsələ nədən ibarətdir? Bu çevrə çox dağınıq halda verilib, düzdürmü? Normalda çevrənin tənliyi nə formada olmalıydı? X çıx A-nın kvadratı üstəgəl Y çıx B-nin kvadratı bərabər R kvadrat şəklində olmalıdır. Amma bu dağınıqdır. Demək, biz onu nə etməliyik? Zəhmət çəkməliyik. Bu gördüyünüz eybəcər ifadəni birazcık gözəlləşdirməliyik. Nə edə bilərik? Bunu mən ilk ikisli olan ifadələrdən, yəni ilhamlanaraq x çıx 1-in kvadratına oxşadıram. Çünki bilirəm ki, ortada hasilin 2 misli dayanmalıdır. 2x də x-lə 1-in hasilin 2 mislidir. Daha sonra bunlardan da eyni məntiqlə ilhamlanıb y çıx 1-in kvadratını alındırıram. İndi məsələ nədən ibarətdir? Axı bunun açılışında x kvadrat çıx 2x üstəgəl 1 var. Demək, mən nə etməliyəm? Həmin o 1, buradakı mənfi 7 var idi. O mənfi 7-dən elə bil oğurlamalıyam da. Əgər burada 1 varsa, mən o 1-i, bu 1-i artıq da onu yox eləmək üçün o 1-i oradan çıxıram. Eyni zamanda bunun da açılışında, bax bunun açılışı. Y kvadrat çıx 2y üstəgəl 1-dir. Mən nə etməliyəm? O 1-i artıq öz başıma əlavə eləmişəm, axı çıxmalıyam da onu. Daha sonra çıx 7 bərabər 0. Onda nə almış oluruq? Almış oluruq ki, x çıx 1-in kvadratı üstəgəl y çıx 1-in kvadratı bərabərdir 9-a. Gözəl. Demək ki, bizim çevrəmizin mərkəzi nə imiş? 1, 1 imiş. Hardan bildik? Çünki burada gördüklərinizin, mötərizənin içində gördüklərinizin əksini götürürsəm. Səbəb düsturun özündə ortada çıxmalar olmağıdır. Demək, bu mərkəzi əgər 1, 1-dədirsə, deyək ki, 1, 1 nöqtəsi bura olsun. Və çevrəmizin eyni zamanda radiusu da 3'dür. Çünki burada 9 verilib. Radiusu 3 olan təxmini deyək ki, belə bir çevrə çəkə bilərik. İndi biraz deyən də deyirəm, qüsurlar görməzdən gəlin. Çünki çox dəqiq ölçülərlə çəkə bilmirəm. Hal-hazır ki, gecə saat 2-yə qalmış dərsdən maksimum bu performansı göstərə bilirəm. Aha. İndi sözümüzün canı nədir uşaqlar? Bizdən nə istəyir? Diqqətli olaq. Çünki bu çox qarışdırılan tipdir. Axırını diqqətlə oxumayan səhv tapır. Baxmayaraq ki, əziyyətli yoldan keçirsin. Aha. Deyirdi ki, A nöqtəsindən, yəni buradan, hansı ki istəyirəm A nöqtəsinin koordinatında yanından yazım təkrar 5, 4. Deyir, bu çevrəyə qədər məsafəni tapın. Sən bilirsən ki, çevrəyə qədər məsafə demək, bura qədər məsafə deməkdir. Ağ xət çəkmişəm, həmin o ağ xətin uzunluğunu istəyir səndən. Amma desəydi ki, bu çevrənin mərkəzinə qədər məsafə, onda sən bu xətti biraz da uzadardın, deyərdin ki, məndən bunu istəyir. İndi burada sual yaranır. Mən bu balaca ağ rəydə çəkdiyim şeyi bəs hardan tapacağım? Sən bilirsən ki, çevrənin mərkəzi, bu nöqtə yəni, 1 nöqtəsindədir, düzdürmü? Sən o balaca ağı hələ ki tapa bilməsən də, çevrənin mərkəzinə qədər olan nöqtəni tapa bilərsən, əsas odur. Yəni bu A nöqtəsindən buranı tapa bilərsən. Necə tapırıq? İki nöqtə arasında məsafə düsturuna görə. İndi deyək ki, çevrənin mərkəzi O nöqtəsi olsun. Mən kənarda OA-nı tapmağa çalışım. Yazıram OA bərabərdir. 2 nöqtə arasında məsafə düsturuna görə hesablayıram. Düsturu yazmağa ehtiyac yoxdur deyə düşünürəm. 5-dən 1-i çıxıb kvadrata yüksəldirəm. 4-dən 1-i çıxıb kvadrata yüksəldirəm. Kök altında təbii ki. Olacaq kök altında 4-ün kvadratı üstəgəl 3-ün kvadratı. Yəni cavab olacaq 5. İndi diqqətlə baxaq. 5 bunun bütöv uzunluğudur. Düzdürmü? Əgər mənim radiusum 3 idisə, demək, bu nöqtədən çevrəyə qədərki məsafə qırmızı rəydə rəylədiyim hissə 3'dür. Onda dışarıya nə qalacaq? Qalacaq 2. Bitdi, 7. Yəni bu sualda cavab olacaq sonda
2. Çünki səndən çevrəyə qədər məsafəni istəyirdi. Çevrəyə qədər məsafə də bu çöldəki hissədir. Yox, çevrənin mərkəzinə qədər desəydi, onda elə cavab 5 olmuş olardı. O daha rahat olardı yəni əslində. Mən həmişə ona görə deyirəm, çevrənin mərkəzinə qədər deyəndə daha asan olur. Yox, əgər çevrəyə qədər deyirsə, çevrənin mərkəzinə qədərki məsafəni tapıb daha sonra oradan radiusunu çıxmaq lazım gəlir. Bu mövzuda bizim daha detallı danışacaq bir şeyimiz yoxdur. Təbii ki, sual tiplərini göstərməliyəm. Davam eləyək. Mən toplunu açdım. Burada bir neçə sual tipi göstərmək istəyirəm. Elə asandan çətinə doğru. Başlayaq elə birinci sualdan. Deyir ki, çevrəsinin OY oxu ilə kəsiş nöqtəsinin koordinatlarını tapın. Biz koordinatlar metodunun əvvəlki mövzularında da demişdik ki, OY oxu ilə kəsişmə demək x-ə 0 vermək deməkdir. Demək, nə etmək lazımdır? X-ə 0 vermək lazımdır. X-ə 0 versək, olacaq nə? Birinci misal buradan yazıram. Olacaq 4-ün kvadratı, yəni daha doğrusu mənfi 4-ün kvadratı üstəgəl y kvadrat bərabər 25. Buradan alırıq ki, 16 üstəgəl y kvadrat 25-ə bərabərdir. Yəni y kvadrat 9-dur. Yəni y nəymiş? Plus minus 3 imiş. Yəni həm 3, həm mənfi 3. Burada aslında variant çıxır da. Çıxır ki, rahat-rahat 3 və mənfi 3. X-lər də onsuz da təbii ki 0 olmalıydı. Ən başdan danışmışdıq axı. Yəni diyelim ki, imtahanda atmaq istəyirsən, bura qədərini yazmısan, amma hesablamırsan. Atsan da heç olmasa B-dən, D-dən atma da, Y-dən atma. Heç olmasa A-C-dən birini at, yanıb tökülməyək. Növbəti suala baxırıq. Oradan buradan. Misal üçün baxaq 4-ə. Deyir, çevrəsinin OX oxu ilə kəsiş nöqtəsinin nöqtələr arasındakı məsafəni tapın. Çevrənin OX oxu ilə kəsişməsindən danışır. OX oxu ilə kəsişmə nə deməkdir? Y-ə 0 vermək deməkdir. Yenə də bənzər məntiqdir. Orada y-ə 0 versək, bu gedəcək, bu gedəcək. Qalacaq x kvadrat çox 4x çox 5 bərabər 0. İndi buradan nə alırıq biz? X-ləri tapaq da. X-ləri ümumiyyətlə tapa bilərik. Hansı ki, köklər cəmi 4, hasili isə mənfi 5 olmalıdır. Hasili 5 olan 5 ilə 1-i tanıyırıq. Amma cəmin müsbət 4 olmasını istəyirsə, mənfini 1-ə qoymalıyıq da. İndi məsələ nədir? Mən həmin 2 dənə nöqtənin absislərini tapdım. Y-lərini də tapmalıyam. Y1, Y2. Düzdürmü? Y-ləri nəfər tapacaq? Əlbəttə ki, Y-lər 0 idi. Çünki biz ən başda dedik ya, o x oxu ilə kəsişdir. Yəni mənim 2 dənə nöqtəm oldu. x1, y1, yəni 5, 0 və x2, y2, yəni mənfi 1, 0. Məndən də həmin nöqtələr arasındakı məsafəni istəyir. Yenə də o məşhur düsturumuza görə 5-dən çıxacam mənfi 1 üstündə kvadrat üstəgəl. 0-dan da 0 çıxanda zaten 0 eləyir. Olacaq nə? Kök altında 6-ın kvadratı, yəni cavab olacaq 6. A variantı. Baxaq növbəti 6-cı suala. 6-cı sualda deyir ki, tənliyi bu olan çevrənin uzunluğunu tapın. Biri var çevrənin radiusunu soruşaq, daha asan. Bir də var çevrənin uzunluğunu soruşur. Birinci növbədə suala başlamamışdan əvvəl istəyirəm ki, mən burada çevrənin uzunluğu düsturunu xatırladım. Çevrənin uzunluğu əvvəla C hərfi ilə işarə edirdik və düsturu 2πr idi. İndidən deyim, buradakı r-in balaca r, böyük r olmasının heç bir fərqi yoxdur. R, r-dir. Yəni, radiusda onun heç bir fərqi yoxdur. Biz əgər hər hansısa üçbucağın, dördbucağın, çoxbucağın xaricinə ya da daxilinə çevrə çəkirdiksə, onda böyük r, balaca r olaraq ayırd edirdik. Daxilinə çevrə çəkəndə balaca r olurdu, xaricə çevrə çəkəndə böyük r olurdu. Amma çevrənin düsturlarında sahə olsun, çevrənin uzunluğu, qövsün uzunluğu, sektorun sahəsi, nə varsa da artıq bunların heç birisində r-in dəxli yoxdur. Əlverdiş nədirsə odur. İndi yəni sən radiusu tapıb, axırda 2π-yə vurmalısın. İndi bəs radiusu necə tapaq? Orada x kvadrat üstəgəl y kvadrat çıx 2x çıx 2y. Hər şey sola atıram ki, çünki mən bilirəm ki, x-li, y-li şeylər solda olmalıydı çevrənin tənliyində. Sağda sadəcə radius olurdu, yəni r kvadrat olurdu, düzdürmü? Onda bunu mən necə? X-ləri x çıx 1-in kvadratına oxşada bilərəm. Düzdürmü? Bayaq yazdığımız, danışdığımız şey kimi. Bunun açılışında bilirəm ki, x kvadrat çıx 2x
Üstəgəl 1 var. Məndə burada 1 görürəmmi? Yox. Demək o 1-i çıxmalıyam ki, oradan. Bu 1 ilə o islah getsin, canım qurtarsın. Çünki öz başıma hərəkət edə bilmərəm. Daha sonra üstəgəl bu y-lər mənə deyir ki, y çıx 1-in kvadratına oxşayıram. Yenə də eyni məntiqlə bunların açılışında plus 1 var deyə mən öz başınalıq eləməmək üçün o 1-i çıxıram oradan. Bu altındakı xəttləri silək, gözümüz yorulmasın. Bitdi, getdi. İndi həmin o mənfi birləri sağa atacağım ki, ədəd çünki sağda qalmaq zorunda idi. Yəni olacaq 2. İndi burada bir şey unutmayaq ki, sağda həmişə r kvadrat dururdu. R kvadrat 2-dirsə, radius olur kök altında 2. Radius kök altında 2-dirsə, bu düsturdan faydalanaq. 2 pi vurulsun kök altında 2. Yəni cavab 2 kökdə 2 pi olmalıdır. Yəni Y variantı. Baxaq başqa nəyə? İstəyirəm baxaq burada 10-cu suala. Deyir ki, 10-cu sualda. M nöqtəsindən keçən və mərkəzi bu çevrənin mərkəzi ilə eyni olan çevrənin tənliyini yazın. Birinci o mənə verilən eybəcər bir çevrə tənliyini köçürürəm. Amma yenə də bu dağınıq şəkildədir. Mən onu mötərəzəli formaya salmalıyam. Bilirəm ki, x-lər vasitəsilə x çıx 2-nin kvadratını yaratmalıyım. Çünki burada 4x-dir. Bunun axırında, müxtəsərin açanda, axırında 4 yaranır, düzdürmü? Mən o 4-ü oradan çıxıram onda. Daha sonra keçirəm y-lərə. Y-də də 6y-ə görə y çıx 3-ün kvadratı yaranır. Burada axırda 9 yarandı, düzdürmü? 9-u da oradan çıxıram ki, əlim ayağıma dolaşmasın. Və son olaraq çıx onu unutmuruq. Onda olacaq x çıx 2-nin kvadratı, üstəgəl y çıx 3-ün kvadratı. Cəmi nə qədər olacaq? 4, 9, 13, 23. Olacaq 23. Bitdi. İndi nədir məsələ? Olsun, mənə radius maraqlı deyil. Deməli, dedi, çevrəsinin mərkəzi ilə eyni olan. Yəni, bunun mərkəzini nə almış olduq indi biz toparlayandan sonra? Aldıq ki, 2, 3-dür də mərkəzi. Düzdürmü? İndi mənim də axtardığım variantın mərkəzi 2-3 olmalıdır. Və deyir ki, 5, 7 nöqtəsindən keçsin. 5, 7 nöqtəsindən nə deməkdir? Demək istəyir ki, x-ə 5 verəndə, y-ə 7 verəndə ödənilsin. Başqa radiusla bağlı bir şərtimiz yoxdur. Yəni, radius çox da neynəmir? Orada vurgulamır. İndi heç də bunları ya variantları bir-bir mötərizə formaya gətirməli, ya da elə variantla işləyib yerinə qoyub yoxlamalıyıq. Baxaq, görək variantlardan. Bura qədər hamısı indi, bir dənə bunlarda fərq var da. Gəlin belə bir iş görək, heç özümüz çətinə salmayaq da. Madəm ki, bura qədər hamısı eynidir, variantla işləməyə başlayalım. Onların hamısını hesablayaq. X-i yerinə qoyub hesablayaq. Konkret bilək ki, nəyə bərabərdir o? Yəni, eyni olan hissələri hesablayaq. Elə PDF-in üstündə yazıram. X kvadrat da hamısında. Üstünə gəlir y kvadrat. Bu hissələrə eynidir deyə başlayaq. 5-in kvadratı üstə gəl 7-nin kvadratı çıxılsın 4 vur 5, çıxılsın 6 vur 7. Baxaq. 25 üstə gəl 49, çıx 20, çıx 42. 25-dən 20 çıxanda 5, 49-dan 42 çıxanda 7. Elədi 12. Demək ki, bu ifadə 12-yə bərabər olmalıdır. İndi bərabərlik sağında 12-dirsə, solunda da mənfi 12 olacaq da. 12 cavabı olur, D variantı. İndi burada nə demək istəyirəm? Fikir verirsinizsə, mərkəzinin 2-3 olmasına heç bir əhəmiyyəti qalmır. Demək ki, test işləmə bitəmli variantlara baxmaq lazımdır. Çünki variantlara baxanda görürsən ki, hamısının mərkəzi zaten 2-3-dədir. Yəni, onu əslində sənə birazcıq, necə deyim, elədiyi yoxlayasan deyə verir. Əslində ciddi bir mənası yoxdur bu sualda, o deyir, mərkəzi bundan eyni olsun. Sanki o birilərinin mərkəzi eyni deyilmiş kimi. Hamısının mərkəzi onsuz variantların hamısında ondan eynidir. Deyəcəyim şey odur. Tamam mı? Bütün variantlarda onsuz bunun mərkəzi ilə eynidir. Adamı biraz ciddi düşünməyə vadar edir, amma əslində çox basic sualdır. Baxaq bu 13-cü suala. Çox maraqlı sualdır. Deyir ki, çevrəsi ilə düz xəttinin kəsişmə nöqtələrini tapın. Nədən bəhs edir?
Kəsişmə demək nə deməkdir ümumiyyətlə uşaqlar? Mən sizə bunu bir dəfə eləyim. Çünki kəsişmə ilə bağlı siz adi tənliklərdə belə, funksiyada və hər yerdə də, yəni sual görə bilərsiniz. Sən 2 dənə funksiya versə, funksiyada lap çox görülür də. Desək ki, bu funksiyaların kəsişmə nöqtəsinin koordinatlarını tap falan, kəsişmə nöqtəsini tap və s. Nədən bəhs eləyir? O 2 funksiyanı sistemdə həll eləməyini istəyir. Sən də bilirsən ki, tənliklər sistemindən. Tənliklər sistemini həll etmək üçün istədiyin üsullardan istifadə edə bilərsən. Əvəz etmədən istifadə edə bilərsən, ən kral üsullardan biri. Hünərin çatır, tərəf-tərəfə topla, çıx, vur, böl. Sadələşdir, nə istəyirsən elə, kvadratı yüksəlt, kökə sal. Yəni sənin seçimində, seçim səndə, hər tərəfini bir-birinə vur, hamısına, hər tərəfi topla. Yəni o baxır artıq sənə verilən funksiyanın nə formada olmağına, növünə. Burada əvəz etmə təbii ki, ən rahatıdır. Kimi kimdən əvəz eləyirik? Əlbəttə ki, burada baxanda görünür ki, y-i 2x çıx 5 ilə əvəz eləsəm daha makul olar. Kimdə harda əvəz eləyirik? Yuxarıdakı tənlikdə. Başlayaq. X çıx 3-ün kvadratı üstəgəl y-in yerinə 2x çıx 5 yazıram. Üstəgəl 2-nin kvadratı bərabər 2. Başlayaq buna. X çıx 3-ün kvadratı üstəgəl 2x çıx 3-ün kvadratı bərabər 2. Başlayaq müxtəsərlə açmağa. 2x-in kvadratı 4x kvadratı hasil 2 misli. Bu şəkildə yazaq tez-tez. İndi baxaq. X kvadratı 4x kvadratı verəcək 5x kvadratı. Mənfi 6x, mənfi 12x, mənfi 18x verəcək. Bunların da cəmi eləyir 18. 2-dən 18 çıxanda, daha doğrusu 18 çıx ki 16, düzdürmü? Bərabər 0. İndi bu bir kvadrat tənliyi gəlib çıxdı. Demək, burada biz nə etməliyik? Diskriminanta müraciət eləməliyik kökləri tapmaqdan ötürü. Diskriminant bərabər b kvadrat çıx 4ac düsturu ilə hesablanır. Yəni, mənfi 18-in kvadratı çıxılsın 4 vur 5 vur 16. Yəni, 324 çıxılsın 320. Çünki 20 ilə 16-nın hasili belədir. Cavab olur 4. İndi x1, x2-ni necə tapaq? x1, 2 bərabər. Mənfi b plus minus kök altında diskriminant bölünsün 2a düsturu ilə hesablayırıq. Baxaq, mənfi b, yəni 18. Plus minus kök altında diskriminant, yəni kök altında 4, birbaşa 2 yazıram. Böl 2a, yəni 2 vur 5, 10 deməkdir. Buradan 2 dənə kök aldıqda da indi biraz savadsız yazılmış olsa da, bir dəfə onları toplayıb 2-yə bölürük, yəni 20-ni daha doğrusu toplayıb 10-a bölürük. 20-ni 10-a böləndə 2 alacaq kökünün birini. Bir dəfə isə çıxırıq 16 eləyir. 16-nı 10-a böləndə 1 10-da 6-ya almış oluram. Yəni, başqa sözlə desək, variantlara görə 5-də 8 də deyə bilərəm 1 10-da 6-ya. Çünki variantlarda kəsimdən verilib. 2 və 5-də 8. Köklərimizi tapdıq. X-lərimizi tapdıq. Məndən nə istəyirdi? Deyirdi ki, düz xəttin kəsmə nöqtələrini tapın. Mənim bu tapdığım nə idi? X-lər. X1, X2. Hələ mən Y1, Y2-ni tapmamışam. Çünki əvəz etməni qaytarmalıyam yerinə. Ona görə səbirli olaq. 2 və 5-də 8. 2 və 5-də 8-in olduğu zaten bir variant var olmağına. Yenə də qoyaq, yoxlayaq. Biz y nəyə demişdik? Unutdum yenə. 2x çıx 5-ə. Bu əvəz etməni qaytarıram ki, qoy y-lərin hər birisini tapa bilim. Bir dəfə y1-i tapmaq üçün x-in yerinə 2-ni qoyacam. Yəni olacaq 2 vur 2 çıx 5. Olacaq yəni mənfi 1. Bir dəfə isə y2-ni tapmaq üçün 2-ni 5-də 8-ə vurub 5 çıxacam. O da nə eləyəcək? Eləyəcək 5-də 10, 6-dan 5 çıxmaq. Yəni, mənfi 5-də 9-u verəcək bizə. Həqiqətən də burada gördüyümüz cavabı almış olduq. Əvəz etməni heç qaytarmadan da cavab çıxır ortaya. Sonra kimə baxaq? Maraqlı sualdır. Mən burada şəkli çəkdim. Demək, 16-cı suala baxırıq. Çox maraqlı sualdır. Həmişə uşaqları çaşdıran sualdır. Mən yenə də qrafiki çəkirəm. Vizual anlamaqdan ötürü. Əslində şəkli burada vacib deyil qaydasını biləndən sonra. Amma ilk dəfə üçün şəkli çəkmək lazımdır ki, başa sala bilim sizə rahat. Demək, ABC nöqtələri verilib. Bir dənə də bizə çevrə tənliyi verilib. İndi buradakı çevrə tənliyi təbii ki, bizim xüsusi vəziyyətimizdir.
Hansı ki deyirdik ki, çevrənin mərkəzi 0,0 nöqtəsində olanda biz həmin çevrənin tənliyini o şəkildə yazırdıq. Yəni A-sı B-si bunun 0-dır. Ona görə mən də bu çevrənin mərkəzini 0,0 nöqtəsində çəkmişəm. Və radiusu kök altında 21 olduğu üçün onları bütün kənara qeyd edirəm. Başa salmaqdan ötürü vacibiyyət deyil bu təbii ki. İndi bizə ABC nöqtələri verilib. O nöqtələri gəlin qurmağa çalışaq. A nöqtəsi deyir ki, -2 və 4. 4 də təxmini buralardır. Əslində məntiqlə düşünəndə gəlir bu bizdə dışarı çıxır. Şəkildən baxanda belə onu görmək olur. Baxmayaraq ki, mən vizual çəkmişəm. Burada yəni ideal dəqiqliyi yoxdur. Amma tam şəkildən onu başa düşməyə bilərsən ki, üstündədirmi, çölə mi çıxdı, içəri mi girdi, nöqtənin dəqiq harda olduğunu görmək olmur. Bunun üçün biz belə bir üsuldan istifadə edirik. Sən demək nəyi bilirsən? Bilirsən ki, buradan buraya qədər məsafə, axı bura -2-dir. Buradan buraya qədər məsafə düzbucaq kimi yanaşıram 2-dir. Eyni zamanda burada 4 olduğu üçün bu biri katetimizdə bizim olmuş olur 4. Demək, məsələ nədən ibarətdir? Burada düzbucağı, üstbucağı diqqətlə fikir veririk. Katetinin biri 4, digər katet 2-dirsə, hipotenuz nə olmuş olur? Onu bir kənarda hesablayırıq. Yəni, kök altında 4-ün kvadratı, üstə gəl 2-nin kvadratı. Buradan alırıq ki, 16 ilə 4-ün cəmi, yəni 20. İndi kök altında 20-dirsə, demək ki, bunun uzunluğu kök altında 21-dən kiçikmiş, düzdürmü? Kiçikdirsə nə deməkdir bu? O deməkdir ki, çevrənin içində yerləşir. Çünki əgər kök altında 21-dən böyük bir şey alsaq, bu deməkdir ki, çevrədən kənara çıxır artıq, daşır. Kök altında 21-in özünü alsaq, demək çevrənin üzərində yerləşir. Yox, əgər kök altında 21-dən kiçik bir şey alsaq, demək ki, çevrənin içində yerləşir. Əla. Digərlərini də eyni məntiqlə tapacaq. Düşünürəm ki, artıq şəklə ehtiyac yoxdur. Yəni, hər şey bu uzunluqdan asılıdır. Əgər bunun uzunluğu, dediyim kimi, kökdə 20 aldıqsa, demək ki, bu nöqtə də kökdə 21-dən xeyli içəridədir. İndi, dediyim kimi, digərlərini də şəkillə ciddi şəkildə artıq ehtiyac qalmır. Mahiyyəti başa düşəndən sonra. Bu birlərdə də eyni məntiqlə başlayacaq prosesə. Hansı ki 3 -3 verilib, düzdürmü? Yəni biz almış olduq ki, A nöqtəmiz içəridə yerləşir, daxildə yerləşir. A-nı götürəcəyik yəni. Keçirəm B nöqtəsinə, diqqətlə baxaq. B nöqtəsi üçün də eyni məntiqlə hesablama aparıram. Əgər koordinatlar 3 -3-dürsə, biz onun uzunluğunu tapa bilərik. Vektor keçəndə daha aydın olacaq bu bizə. Necə tapırıq? Yenə də deyirəm, düzbucaq, üçbucaq məntiqi ilə kök altında 3-ün kvadratı 9 eləyir. -3-ün kvadratı 9 eləyir. Bunları hesablayanda kök altında 18 alıram. Yəni ki, yenə də kök altında 21-dən kiçik cavab aldığım üçün B-ni də götürə bilirəm. C-yə nəzər yetirək 1, 5. Kök altında 1-in kvadratı 1, 5-in kvadratı 25. Bunu toplayası olsaq, görürük ki, kök altında 26 alınır. Yəni kök altında 21 aşır. Buna görə də C nöqtəsini götürə bilmərik daxildə. Nəinki daxildə, nəinki çevrənin üzərində, çevrədən xaricdə yerləşir bu. Ona görə də götürə bilmirik, sadəcə A-la B-ni götürə bildik. Məsəl üçün, növbəti 17-ci sualda xaricdədir. Bizim radiusumuz da kök altında 27-dir, düzdürmü? Demək ki, biz 27-dən böyük olanları hesablayacaq. Hər birisinin kök altında kvadratlarını cəmləyəcəyik. Hansı 27-dən böyük olsun, onu götürəcəyik. Daha sonra baxaq. Nəyə baxırıq? Nisbətən çətin suallara baxaq. 20-ci suala baxaq. Bu da uşaqların həmişə sual verdiyi sual tiplərindən biridir. Bizə 2 dənə düz xətt verib və deyir ki, həmin düz xəttlərə bir də ordinat oxuna toxunurmuş bizim çevrəmiz. Nə maraqlı. Demək, y bərabər -3 və y bərabər -9 düz xəttlər nə deməkdir? Bildik ki, y oxu budur. Y-in -3-ündən və -9-undan keçənlərdən bəhs edir burada. Mən biraz istəyirəm, ona görə oxu qaldırım yuxarı. Çünki aşağıda işləyəcək onsuz da. Y-in -3-ü təxmini, deyək ki, indi özümdən yazıram, çox bölgüləri nəzərə almıram. Deyək ki, -3 bura olsun, bu nöqtə. -9-da biraz daha aşağıda olsun, deyək ki, burada olsun.
Düzdürmü? İndi mahiyyət nədən ibarətdir? Deyir ki, bizim çevrəmiz bu düz xətlərə bir də ordinat toxunub. Ordinat toxunubsa, diqqətlə baxaq, xahiş edirəm. Həm bu iki oxa toxunmalıdır, həm də ordinat toxuna buna yəni. İndi bu belə də ola bilərdi, belə də ola bilərdi, düzdürmü? Amma sənə deyir ki, 4-cü rübdə yerləşsin. 4-cü rübdə yerləşsin deyirsən, sən bilirsən də rübləri 1, 2, 3, 4 şəklində, düzdürmü? Demək ki, 4-cü rübdə deyirsə, sən burada çəkməlisən. Biraz daha səliqəli çəkməyə çalışaq. Təxmini belə bir şəkil alınmış olur. İndi baxaq. Deyir, çevrənin tənliyini yazın. Çox rahatdır uşaqlar, çətin heç bir şey yoxdur burada. Birinci növbədə xatırlatma eləmək istəyirəm ki, bizim bu çevrəmizin mərkəzi də normal olaraq 4-cü rübə təsadüf edir. Onda belə çıxır ki, bilirik axı 4-cü rübdə koordinatların işarələri necə olur. 4-cü rübdə x müsbətdir, amma y mənfidir. Bu deməkdir ki, mənim bu mərkəzim də eyni şəkildə olacaq. Yəni mərkəzi A-sı, B-si necə olacaq? A-sı müsbət, B-si mənfi olacaq. Çünki 4-cü rübdədir. İndi variantlara baxanda uşaqlar, A-sı müsbət, B-si mənfi olan hansıdır? Bu ola bilər. Bu ola bilər. A-sı yox, bu ola bilməz bir saniyə. A-sı müsbət, B-si mənfi, bir də bu ola bilər. Bu da ola bilməz, müsbət mənfi. Yox, çox qurtardı. Cavab çıxdı ki, yox, çıxmadı. Müsbət mənfi. Dedik ki, A müsbət olsun. Nəsə gözdən qaçır. Bir dənə oldu, başqası yoxdur, düzü deyirəm. Nə demək istəyirəm? A müsbət, B mənfi olmağı nə deməkdir? Biz bilirik axı normalda düsturun özündə ortada çıxmadı. Y çıx B-nin kvadratı bərabər L kvadrat. Düsturun özündə normalda ortada çıxmalar olduğu üçün biz deyəndə ki, A müsbət, B mənfi olsun. Bu deməkdir ki, burada birinci mötərizədə elə çıxma olacaq, amma ikinci mötərizədə toplama olacaq. Səbəb nədir? Çünki sən burada çıxırsan mənfi bir şey. Sən də bilirsən ki, mənfi bir şey çıxanda nə olur ki, mənfi bir-birinə də. Ona görə bu mötərizə toplamalı olur. Yəni əslində ipucu buradan artıq B variantı çıxır orada. Çünki başqa çıx və müsbətin olduğu heç bir variant yoxdur. Amma əsas orijinal həllimizlə davam eləyək. Burada o tərəfində nə edirik uşaqlar? Biz bilirik ki, biz belə bir xətt çəkəsi olsaq, bu bizim çevrəmizin diametrini vermiş olar. Düzdürmü? Yəni ki, mənim çevrəmin diametri, yəni radiusunun 2 misli -3 ilə -9 arasında olan məsafə qədərdir. Yəni 6 vahid məsafə. -6 demirik niyə görə? Çünki məsafə heç vaxt mənfi olmur. Onda belə çıxır ki, radiusumuz 3-dür. Radius 3-dürsə, bərabərliyin sağında da təbii ki, radiusun kvadratı olmalıydı, yəni 9 olmalıydı. Yəni ya A-dır, ya B. Təkrar deyirəm, rübləri nəzərə almaq lazımdır. A variantında həm A-nı, həm B-ni müsbət verib, yəni 3-6 verib. Bu da ancaq birinci rübdə desəydi ola bilərdi ki, birinci rübdədə zaten mənfi y-lərin verdiyi, bu xəttlərin verdiyi birinci rübdən heç vaxt danışa bilməzdi onsuz da. Niyə? Çünki artıq onlar 3-4-cü rübdən birini deyə bilərdi. Aşağı düşüb baxardıq, birinci, ikinci rüb deyə bilməzdi onsuz da. Çox maraqlı sualdır, yəni cavab olur B variantı. İstəyirəm baxaq 24-cü suala. Tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Biz demişdik ki, yenə də müxtəsər bilgiləri burada işə yaramalıdır. X-dən bir dənə X-nə işimiz yoxdur. Adətən hər kəs çalışır ki, X-ləri bir ara yıxsın. Burada bir dənə X-i görüb kövrəlmək lazımdır. X kvadratına başqa heç nə verməyibsə, sən onu yalnız saxlayırsan. Bura baxırıq. Bilirəm ki, o mənə y-2-nin mötərizə kvadratını verəcək. Bunun açılışında axırda 4 var. Mənim hesabımda 4 varmı? Yoxdur. Demək ki, o 4-ü çıxıram ki, qoy onlar silah getsin. Yekun olaraq bu mənfi 4-ü sağa atıb bu şəkildə müsbət yaza bilərəm. Bitdi, getdi. Biz həmişə deyirdik ki, sağ tərəfdə r kvadratı olur. Demək ki, radiusumuz 2 imiş. Həmişə diqqətli olun. Sizdən radius və ya diametrdə soruşula bilər. Çevrənin uzunluğu soruşula bilər. Ona görə nəzərinizdə olsun. 28-ə baxmaq istəyirəm.
Deyir A nöqtəsi vahid çevrənin üzərində olarsa. Vahid çevrə nə olan şeydir? Vahid çevrə radiusu 1-ə bərabər olan çevrəyə deyirlər. Yazıram R bərabər 1 olan çevrəyə deyirlər və mərkəzi koordinat başlanğıcında olur. İndi deyir ki, A nöqtəsi bu çevrənin üzərindəymiş. Nə gözəl. Normalda x çıx a-nın kvadratı üstəgəl y çıx b-nin kvadratı bərabər r kvadrat. Bu bizim məşhur çevrə tənlik düsturumuz budur. Vahid çevrədə isə işlər dəyişir. Çünki vahid çevrədə bax bura qeydi yazıram, sən də yaz. Vahid çevrədə həm onun mərkəzi nöqtəsi, mərkəzi koordinatları A-B-si 0 olur birinci növbədə. Həmçinin radiusu da 1 olur. Bunu unutmamaq lazımdır. İndi, əgər mən burada AB-nin yerinə 0 qoysam, bizim o məşhur xüsusi vəziyyətimiz yaranar. Yəni, x kvadrat, y kvadrat cəmi r kvadratına bərabər olar. R də 1 olduğuna görə bunun da yerinə 1 yazıram. İndi mənə deyirdi ki, bu nöqtələrdən keçsin. Demək istəyir ki, bu x-dir, bu da y-dir. Yerinə qoyaq, hesablayaq, olsun, bitsin, geçsin. Necə hesablayırıq? Yazırıq m üstəgəl 6-nın kvadratı üstəgəl m üstəgəl 7-nin kvadratı bərabər 1. Müxtəsərlə açası olsaq m kvadrat üstəgəl 12 m üstəgəl 36 üstəgəl m kvadrat üstəgəl 14 m üstəgəl 49 çıx 1 bərabər 0. M kvadratları olur 2m kvadratı. 12m 14m eləyir 26m. 36 ilə 48 eləyəcək. 36 ilə 48 nə eləyir acaba? 84 bərabər 0, heç nəyimiz qalmadı. İndi hər tərəfi 2-yə bölsəm, m kvadrat üstəgəl 13m üstəgəl 42 bərabər 0. Biyyətdən istifadə edə bilərik. M1, M2 cəmimiz -13 olmalıdır. Biyyətə görə M1 və M2 hasilimiz isə 42 olmalıdır. M1 və M2-ni onda biz nə taparıq? 14 və 3. Amma 14 və 3 yox. 42 nəyə nasilidir? Saniyə 42 nəyə nasilidir? 6 ilə 7-nin. Hasili 42 eləyir, hansı ki. Amma hər ikisi təbii ki, mənfi olmalıdır ki, cəmi -13 eləsin. İndi dərdimiz nədir bizim? Biz nəyə axtarırdıq? Deyirik ki, m-in qiymətləri hasilini tapın. Bitdi, getdi də. Hətta hasil soruşulmuş. Bizdə heç buna ehtiyac yoxmuş. Biz çünki viyyət cərimdən bilirik ki, bu hasil 42-dir də. Cavab olur, yəni 42. Ayrı m-ləri istəmirmiş. Axıra qədər oxumamışdım. 29-dan bir dənədir. Kimlərinsə gözü qorxmasın deyə istəyirəm onu da yazım. A nöqtəsindən bu tənli ilə verilmiş çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilir. Şəklini çəkim gəlirəm. Şəkli çəkib gəldim. Demək, istəyirəm şəkli təkrar başa düşməyin üçün səsli şəkildə sual oxuyum. A nöqtəsini qeyd elədim. -13 bölgülərə ciddi şəkildə fikir verməyin. Daha sonra həmin çevrəni qurdum. Biz bilirik ki, bu çevrənin mərkəzi olacaq 5-3 nöqtəsində. Ona görə də əvvəlcə mərkəz nöqtəni qeyd elədim 5-3 olaraq. Daha sonra çevrə çəkdim və bu çevrənin radiusunun 8 olduğunu nəzərə almalıyıq. Çünki 64 8-in kvadratıdır. Radiusu 8 olan bir çevrədir təxmini. Daha sonra mənə deyir ki, həmin A nöqtəsindən çevrəyə toxunan çəkilib. Nə gözəl. Və K nöqtəsində toxunub. Daha sonra isə AK-nın uzunluğunu istəyir bizdən. Uşaqlar, burada nə etmək lazımdır? Mən istəyirəm ki, əslində burada çevrənin mərkəzi ilə A-nı birləşdirim, mərkəzi ilə eyni zamanda K-nı birləşdirim. Niyə belə bir iş görürəm? Çünki mən baxanda görürəm ki, əgər radiusum 8-dirsə, mən bu 8-dən faydalanmalıyam, amma necə? Demək ki, çevrənin mərkəzindən K nöqtəsinə qədər məsafə zaten radius olduğu üçün olacaq 8. Daha sonra nəyə baxırıq? Bizə lazımdır bu A nöqtəsi ilə O nöqtəsi arasındakı məsafə.
Hansı ki buradan 12-dən 0-a qədər 12 vahid məsafə olacaq. 0-dan 5-ə qədər məsafə isə biz bilirik axı bura 5-dir. Mərkəzi nöqtənin apsisi 5 idi çünki. Ora qədər də 5-dir. Yəni cəmi 17 olmuş olur bizim bu AO hipotenuzumuz. Yazıram üstünə 17, daha bunları silirəm. Hər halda ehtiyac qalmadı. İndi son olaraq AK'nı rahatlıqla tapa bilərik. Və burada Pifaqor qururam artıq. Yazıram ki, AO'nun kvadratı bərabərdir AK'nın kvadratı üstəgəl OK'nın kvadratına. Yəni 17-nin kvadratı bərabərdir 8-in kvadratı, daha doğrusu AK'nın kvadratı üstəgəl 8-in kvadratı. 289 bərabər AK kvadratı üstəgəl 64. Deməli, buradan alarıq ki, AK kvadratı 289-dan 64 çıxırıq. Nə eləyir? 225 eləyir. Onda AK'mız da 15 olmuş olar. Cavab bitdi. Bu qədər bəsit. Maraqlı sual idi. Baxaq, məsəl üçün 31-i izah eləmək istəyirəm. Bayaq danışdığımız tiplərdəndir. Əvvəlcə biz buradan təyin edirik ki, radiusumuz 6-dır. Daha sonra bunların hər birisinin kök altına kvadratlar cəmini hesablayırıq. Əgər hansısa 6-dan daha böyük olsa, demək çevrənin xaricindədir. Yox, 6-dan kiçik olsa, demək çevrənin daxilindədir. Yox, əgər elə 6-ya bərabər olsa, demək çevrənin üzərindədir. Məsələn, A variantında 4-ün kvadratı 16-dır, 5-in kvadratı 25-dir. Toplasaq, nə almış olarıq? Demək, kök altında 41 almış olarıq. Düzdürmü? Heç radiusum 6 olmağını hesablamayı, heç 36 ilə də gedə bilərik. Mən biləm ki, radius kökdə 36-dır da. Təbii ki, 41 36-dan daha böyükdür, düzdürmü? Demək ki, çevrədən xaricdədir. Xaricdədirsə, olacaq 3-də A variantı. Daha sonra məsələn C-yə baxaq. Bərabər. Mənfi 2-nin kvadratı 4, mənfi 4-ün kvadratı 16. Cəmləsə alacaq kök altında 20. Demək ki, 36-dan daha kiçik olduğu üçün demək çevrənin daxilindədir. C variantını bura aid eləyəcək. Başqa məsələn B-yə də baxaq. Küsüb inciməsin bizdən. 9, 3-ün kvadratı 9-dur. 7-nin kvadratı 49-dur. Düzdürmü? Bunu da toplasaq nə eləyəcək? Kök altında 58. Yenə də 36-dan böyük bir şey aldığım üçün demək ki, çevrənin xaricində yerləşir. B-ni də bura aid eləyirik. Gəl hamısını yazaq. 9-un kvadratı 81, 1-in kvadratı 1, toplasaq 82 alınar. Yenə də 36-dan böyükdür deyə. Demək çevrənin xaricindədir. Mənfi 1, 5 söhbətinə baxaq. Çevrənin üzərindədir bir şey qalmadı mı? Bu nə? Neyse, oxumadım axıra qədər deyəsən. 1, 25 oldu 26. Kök altında 26. 26 da 36-dan kiçikdir də. Daxilindədir də. 7 burada. Bir saniyə baxım, oxuyum bunu. Üzr istəyirəm uşaqlar. Mən siz nəyə nəzərə almamışam. Burada mənə axı çevrə koordinat başlanğıcında verməyib mərkəzini. Ağlım gedib bu formaya. Bu cür yanaşıram bayaqdan misala. Biabır olduq. Ona görə də bunları silib təkrar izah edirəm. Vaxtınızı aldığım üçün üzr sayın. Başlayaq. Demək, bunlar bizim nəylərimizdir. Elə bil ki, x, y-in yerinə qoyuruq, amma burada qoyuruq. Yəni, mən bu 3-lə 1-i ignor edirdim. Gəlin baxaq. Bax, başlayaq A variantından. 4-ü 5-i qoyuram burada yerinə. Nə alacam? 4 çıx 3, yəni 1. 1-in kvadratı 1. Üstəgəl. Təbii ki, bunun kökünü hesablayıram. 4-ün kvadratı nə edir? 16. Alacam kök altında 17. Bu, təbii ki də mənim kökdə 36-nın cavabımdan almaq istədiyimdən kiçikdir. Demək, daxildədir. Yəni, A getdi bura. Daha sonra silirəm bunu. Keçirəm B-yə. 3, 7 qoyuram. O cür hesablayıram. Olacaq kök altında. 0 kvadratı zaten yazılmır. 7-dən 1 çıxanda da 6 kvadrat 36 edir. Fikir verin, eyni cavab aldıq.
Eyni cavab aldığımız için demek üzerindədir. B variantı bura gedəcək. C variantında yerinə qoysaq -2 və -4'ü qoysaq. -2'dən 3 çıxanda -5 eləyir. Kvadratı olacaq 25. -4'dən 1 çıxanda da yenə -5 kvadrat 25. Yəni kök altında 50 alacağımız için bu da 36'dan böyük olduğu için ne olmuş olur? Xaricdə olmuş olur. Sonra D variantına baxaq. Bunları silim. 9 və 1'i yerləşdirsək, 1'dən 1 çıxanda 0 eləyəcək, onu yazmayacağım. 6'nın kvadratı olacaq, yəni kök altında 36, yenə də çevrənin üzərində olmuş olacaq. D variantı da bura gedir. Son olaraq bunu da hesablasaq. -1 və 5 olacaq. -4 kvadratı 16. 5'dən 1 çıxanda 4 kvadratı 16. Kök altında 32'de təbii ki 36'dan kiçikdir deyə daxilində yerləşmiş olacaq. Düzgün cavab bu şəkildə olur. Bayaqki situasiyaya görə üzrü sayın artıq. Bu deməkdir ki beynim çox yorulub. Bugün ümumiyyətcə çox yorğun bir gün keçirmişəm. Ümid edirəm tapşırıqların öhdəsindən gələ bilərik. Mümkün qədər bir çox tipləri göstərməyə çalışdım. Çalışaq ki, gələn dəfə üçün tapşırıqları yaxşı yazaq, vaxtında yazaq. Hələlik.